Kamil atasız böyüdü. Bəli. Bəs bu illər ərzində çalışmadınız ki, bəs Kamili atası ilə görüşdürün, münasibətlər üstə olsun? Mən yaratdım. Heç vaxt onun atası haqqında mənfi rəy bildirmədim. Bildirirdim. Amma Kamil özü rəy verdi. Kamil özü rəy verdi ki, mənsi yoxdur. Çünki Kamil özü əskərlikdən gələndə getdi görüşməyə. Onu qəbul etmədi. Ondan artıq Kamil onun üstünə xərc etdi ki, mənim üçün yoxdur Kamil. Ondan sonra mənim öz atamın adını götürdü, atamın adını ata elədi, öz atalığından onun atasını məhrum elətdirdi. Mənim familiyamı da özünə götürdü. Şükür bu günə. Çünki mənə sürpriz hazırladı, məktəbi qutarı, institutu qutaran vaxtı gətirdi dokumentlərin içərisində. Onu verəndə mən inana bilmədim. Mən hönkür-hönkür ağladım. Çünki mən heç vaxt ailəmin mənfi cəhətlərini ona danışmamışdım. Heç vaxt. Kimdən eşidirdisə Kamil onun yadında saxlamışdı. Gördüklərini yadında saxlamışdı. Çox çətindir. Kamil bir qarnı az böyüyüb, bir qarnı tox böyüyüb. Birini tapıb, birini tapmayıb. Kamil həmişə ümumiyyətlə mərd olub uşaqlığından da dost yolunda özünü fəda eləyən uşaq idi məktəbdə də. Kimsə eləyərdi, özü götürərdi boynuna. Onun da əziyyətini mən çəkirdim. Yenə Kamili ev vaxtı o hamı bayram eləyərdi, hamı həyətində tonqal, kabab pişirərdi, nə eləyərdi, gələrdi ki, nə də bizə vermirlər. O mənim üçün ürəyimi yarırdı, çünki mənim evimdə heç nə olmurdu. Yenə bu günə şükürlər olsun. İndi Kamilin hər şeyi var, hər şeyi şükür Allaha. Əldə yetirir hamıya kasıb. Çünki özü kasıbçılıqla böyüdü, kasıbların qədrini bildi. Bəlkə də o tox olsaydı, bəlkə də o görməzdi onu.